Salam dəyərli müəllimlər. Bu gün sizə hansı mövzudan danışacağam? Bəli, hər birimizə maraqlı olan ümumi təhsildə təhsil alanlarda formalaşdıran səriştələr və eyni zamanda pedaqoji tələblər. Yəni Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları haqqında olan mövzudan geniş məlumat verəcəm. Daha dolğun, daha başa düşəcəyimiz tərzdə geniş formada məlumatlandıracağam sizlər müəllimlər. Odur ki, başlayaq. Demək ki, ümumi təhsildə təhsil alanlarda formalaşdıran səriştələr. Səriştələr hansılardır? Təfəkkürlə bağlı səriştə, fəaliyyətlə bağlı səriştə və dəyərlərlə bağlı səriştə. Bəli, indi bunlar haqqında məlumat verim sizlərə ki, təfəkkürlə bağlı səriştələrdə nə var? Yaradıcılıq var, tənqidi təfəkkür var, problem həll etmə və müstəqil öyrənmə. Bəli, insanın beynində gedən fəaliyyətdir müəllimlər. Tənqid təfəkkür harda gedir? Beynimizdə. Problemi harda həll edirik? Beynimizdə, təfəkkürümüzdə. Yaradıcılıq harda olur? Təfəkkürümüzdə, beynimizdə. Bəli, təfəkkürlə bağlı olan səriştə yalnız insanın beynində gedən səriştəsidir. Beynində gedən proseslərdir ki, bu təfəkkürlə bağlı səriştələrimizdir. Bunu beynimizdə bir dəfəlik saxlayırıq müəllimlər. Növbəti fəaliyyətlə bağlı səriştədir. Bəli, fəaliyyətimizlə bağlı olan səriştələrə baxırıq. Fəaliyyətimizlə bağlı olan səriştə ünsiyyət, əməkdaşlıq, maliyyə savadlılığı, informasiya savadlılığı, bunlar hamısı gedir hara? Fəaliyyətimizlə. Yəni insanın burada bir nəyi var? İnsanın burada bir fəaliyyəti var, bəli. Fəaliyyətlə bağlı səriştədə insanın bir fəaliyyətini görürük. Növbəti dəyərlərlə bağlı səriştəmizə baxırıq. Dəyərlərlə bağlı səriştədə milli kimliyin dərki, milli iftixar hissi, fəal vətəndaş mövqeyi, demokratiya, insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət. Bunlar hamısı nədir? İnsanın dəyərlərlə bağlı olan səriştəsidir, bəli. Milli kimliyin dərki, milli iftixar hissi odur ki, bildiyimiz məsəl üçün bayrağımıza, himnimizə hörmət, bayrağımızı, himnimizi tanımaq, gerbimizi tanımaq və onlara hörmət nümayiş etdirmək. Şəxsi sosial məsuliyyətimiz bizim üzərimizə düşən vəzifələrimiz kimi yadda saxlaya bilərik. Fəal vətəndaş mövqeyimizi isə yaşadığımız ərazi haqqında, ölkə haqqında digər insanları doğru, dürüst məlumatlandırmamız ola bilər. Eyni zamanda yaşadığımız ərazi haqqında dərin məlumata sahib olmağımız ola bilər. Bu kimi yadda saxlaya bilərik. Mədəni müxtəlifliyə hörmət isə digər insanların mədəniyyətinə, dilinə, bayrağına, gerbinə hörmət kimi yadımızda saxlaya bilərik. Bunlar oldu ümumilikdə nə? Bizim artıq deməli təfəkkürümüz, səriştələrimizlə bağlı olan məlumatımız, yəni təfəkkürlə bağlı səriştəmiz, fəaliyyətlə bağlı səriştəmiz, dəyərlərlə bağlı səriştəmiz oldu. Növbəti keçirik biz nəyə? Ümumi təhsil prosesinə dair ümumi pedaqoji tələblər. Bəli, pedaqoji tələblər nə ola bilər? Tamlıq, dəstəkləyici mühit, inkişaf yönümlülük, şagird yönümlülük, şəxsiyyət yönümlülük, dəstəkləyici mühit, inklüzivlik və məktəb valideyn əlaqələrinin tənzimlənməsi. İndi bunlar haqqında sizə geniş məlumat verəcəm, başa düşüləcək şəkildə. Pedaqoji prosesin tamlığı nədir müəllimlər? Burada öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşıyır. Bəli, müəllim həm öyrətməli, həm tərbiyə etməli, həm inkişaf etdirməlidir şagirdi. Əgər bu üçündən biri olmazsa, demək ki, tamlıq burada pozulmuş olur. Yəni bunlar bir zəncir kimi bir-birinə bağlıdır. Müəllim həm öyrətməli, onunla paralel tərbiyə etməli və inkişaf etdirməlidir. Mütləq bunlar zəncir formasında bir-biri ilə bağlıdır. Baxırıq yuxarıda olan hissəmizə. Bəli, tamlığı necə yadda saxladıq? 3 dənə paralel birləşmiş forma kimi yadda saxladıq. Bunlardan biri yoxdursa, demək ki, zəncir qırılıb, tamlıq pozulub. Növbətinə baxırıq, təhsildə bərabər imkanların yaradılmasına baxırıq müəllimlər. Bərabər imkanlarda açar söz nə ola bilər? İnfrastruktura uyğun təhsil almaq, eyni zamanda şagirdin meyli, marağı, potensial imkanı. Bəli, meyl, maraq, potensial imkan və infrastruktura uyğun olaraq təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması. Burada bizim açar sözlərimizdə təhsildən, infrastrukturundan bütün şagirdlərin eyni hüquqlu olaraq istifadə etməsi, şagirdin meylinin, marağının, potensial imkanının nəzərə alınması. Bu nə deməkdir? Şagirdin tutaq ki, nəyəsə meyli var, marağı var, yəni hər hansı bir əl işi öyrənməyə mi deyək və yaxud da ki, tarix dərsinə, Azərbaycan dil dərsinə, ədəbiyyata
böyük marağı var, meyli var, öyrənmək istəyir, amma tutaq ki, müəllim onun üçün imkan yaratmır. Bu zaman müəllim nə etdi? Müəllim şagirdin marağın, meylinin üstündən xətt çəkdi. Yəni ona imkan yaratmadı, ona şərait yaratmadısa, artıq müəllim burada təhsildə bərabər imkanları pozmuş oldu. Və yəni onun potensialını genişləndirmədi. Potensial nədir? Şagirdin belə deyək də bacarığı, nəyəsə öyrənməyə böyük marağının olmasıdır potensial. Əgər müəllim onun potensialını genişləndirdisə, imkan yaratdısa, inkişaf etdirdisə, bərabər imkanları qorudu, yox əgər demək ki, inkişaf etdirmədisə, onu qorumadısa, potensialını inkişaf etdirmədisə, artıq təhsildə bərabər imkanları pozmuş oldu. Bax, bu qədər sadə müəllimlər. Növbəti şəxsiyyət yönümlülük gəlir. Baxaq şəxsiyyət yönümlülüyə. Bəli, şəxsiyyət yönümlülükdə açar söz nə ola bilər? Psixomotor fəaliyyət, ünsiyyət və milli bəşəri dəyərlər. Bəli, ünsiyyətimiz, psixomotor fəaliyyətimiz və milli bəşəri dəyərlərimizin formalaşdırılması bizim açar sözlərimizdir. Burada nədir bu müəllimlər? Ünsiyyət. Ünsiyyət nədir? Şagirdin ünsiyyət qurması, doğru, səlis şəkildə ünsiyyət qurması. Psixomotor fəaliyyət şagirdin hərəki fəaliyyətidir. Yəni, hərəki fəaliyyət nədir? Şagird, məsəl üçün, rəqs etməsi, yaxşı şeir deməsi, yaxşı rola girməsi şagirdin psixomotor fəaliyyətidir. Və yaxud da ki, laboratoriyada təcrübə aparması, bu da psixomotor fəaliyyət, yəni hərəki fəaliyyətdir. Milli bəşəri dəyərlərin formalaşdırması, yəni milli bəşəri dəyərlərimizə qarşı dinimizə, dilimizə, bayrağımıza, gerbimizə qarşı şagirdi inkişaf etdirmək, yəni onu bu ruhda tərbiyə etmək, bunu onda formalaşdırmaq bir şəxsiyyət kimi. Təbii ki, bu nə oldu? Bu, şəxsiyyət yönümlülüyün açar sözləri oldu. Növbəti keçirik şagird yönümlülüyə müəllimlər. Şagird yönümlülükdə isə açar sözlərimiz nədir? Təhsil tələbatlarının ödənilməsi, bəli, təhsil tələbatının ödənilməsi, şagirdin mənafeyi, bəli, şagirdin mənafeyinin qorunması, təhsil tələbatlarının ödənilməsi. Bax, bunlar bizim açar sözümüzdür. Təhsil tələbatları, yəni günümüzün tələbinə uyğun olaraq şagirdə təhsilin verilməsi, təhsilinin təmin olunması və eyni zamanda mənafeyi də qorunmalıdır şagirdin burada. Bax, bunlar bir-birini tamamlayır ki, bunlar oldu şagird yönümlülüyün açar sözləri. Yadımızda qalsın müəllimlər. Daha sonra gəlir inkişaf yönümlülük. İnkişaf yönümlülüyün də açar sözü nə ola bilər? Baxın, inkişaf yönümlülük, bəli, inkişaf yönümlülüyün də açar sözü burada nə idi? Açar sözü. Demək ki, açar sözləri var idi ki, deməli, nailiyyət, bəli, nailiyyətlərin təhlili. Demək ki, tutaq ki, müəllim summativ qiymətləndirmə keçirir, nailiyyətləri təhlil edir. Yəni, nailiyyətləri təhlil edir və nəticəyə gəlir ki, tutaq ki, uşaqlar zəif nəticə göstəriblər bu bölmə üzrə. Artıq təhlildən nəticəyə gəldi və şagirdləri hansı istiqamətdə inkişaf etdirəcəyin bilir artıq. İnkişaf yönümlülüklə də bağlı çox vaxt suallar, məsələn, deyir, kiçik summativ qiymətləndirmədə baxır ki, müəllim, əsas da summativ qiymətləndirməni daha çox görür. Çünki nailiyyət nə zaman olur? Kiçik summativ qiymətləndirmə zamanı nailiyyət ölçülür də, yəni formativdə nailiyyət yoxdur, bilirsiniz. Nailiyyət kiçik summativ qiymətləndirmə zamanı ölçülür və bu zamanda müəllim nailiyyətləri təhlil edir və nəticəyə gəlir ki, şagirdlər hansı vəziyyətdədir və şagirdləri mən hansı vəziyyətə apara bilərəm, onları necə inkişaf etdirə bilərəm, yəni bir ümumi nəticəyə gəlir bu inkişaf yönümlülük dönəmində və şagirdləri bu istiqamətdə inkişaf etdirir və bu istiqamətdə müəyyən tədbirlər planı həyata keçirilir. Bax, tədbirlər həyata keçirir və plan həyata keçirərək o şagirdləri həmin istiqamətdə inkişaf etdirir. Bu da bizim inkişaf yönümlülüyümüz müəllimlər. İndi baxırıq fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması necə yadda saxlayaq? Bax, şagird nailiyyətinin izlənməsindən və dəyərləndirilməsindən. Bəli, müəllim şagirdləri nə zaman stimullaşdıra bilər? Onları izləyir və onların etdiklərini dəyərləndirəndə, yəni etdiyi işləri, gördüyü işləri və yaxud da ki, tapşırıqları izləyir, baxır ki, nə formada həyata keçirilir. İzlənmə də nə zaman olur? İzlənmə də olur formativ qiymətləndirmə zamanı. İzləyir və onların deməli artıq izləyir və nəticəyə gəlir ki, şagirdlər
şagirdlərə hansı yöndə daha yaxşı inkişaf etdirmək olar və yaxud da ki, stimullaşdırma, yəni onların səmərəliliyinin artırılması üçün onlara müəyyən yol göstərir. Onlarda müəyyən bir maraq yaradır. Maraqlarını artırmaq üçün, maraqlarını yüksəltmək üçün, nailiyyətlərini yüksəltmək üçün müəyyən istiqamətlər verir onlar üçün fəaliyyəti stimullaşdıranda. Demək ki, müəllim nə etdi? Müəllim onların fəaliyyətini stimullaşdıranda, onların marağının, səmərəliliyinin artırılması yönündə müəyyən istiqamətlər verdi. Müəllimi burada məqsədi nədir? Onların marağını yüksəltsin, onların fəaliyyətini yüksəltsin, onların səmərəliliyini artırsın. Bax, bu stimullaşdırmanın məqsədi odur. Yəni düzgün yol, yöntəm göstərilsin. Tutaq ki, müəllim görür ki, şagird burada səhv eləyib, bu tapşırıqda səhv eləyib. Məsəl üçün ona daha da stimul verməlidir ki, gələn dəfə səhv etməsin, daha da gözəl olsun, daha da yaxşı nailiyyət əldə etsin. Bax, stimullaşdırma budur müəllimlər. Növbəti deməli keçirik növbəti dəstəkləyici mühitdən. Dəstəkləyici mühitə baxırıq müəllimlər. Dəstəkləyici mühit nədir? Dəstəkləyici mühit təhsil keyfiyyət göstəricilərini yaxşılaşdırmaq məqsədi ilə şagirdlərdə mənəvi psixoloji, bax mənəvi psixoloji mühitin yaradılması və belə deyək, təhlükəsiz şərait. Burada əsas təhlükəsiz şəraitdir, mənəvi psixoloji mühitin yaradılmasıdır. Bu da nə deməkdir müəllimlər? Demək, şagirdlər üçün mənəvi psixoloji cəhətdən təhlükəsiz şərait yaratmaq. Yəni onları baskı altında saxlamamaq, onları sıxışdırmamaq, şagirdləri baskı altında saxlamamaq, onları sıxışdırmamaq, belə deyək də, şagirdləri vurub döyməmək, bax belə yadımızda saxlayaq. Digər yoldaşlarının yanında təhqir etməmək, onları pərt etməmək, bax belə deyək ki, yəni şagirdləri utandırmamaq. Əgər müəllim belə bir hala yol verərsə, demək ki, şagirdlərdə nə etmiş olur? Dəstəkləyici mühitin yaradılması tələbini pozmuş olur. Yəni onları baskı altında saxlamamaq, onları sıxışdırmamaq bu kimi. Eyni zamanda da təhsil deməli məktəbin infrastrukturundan, bax məktəbin infrastrukturundan istifadə etməyə imkan yaratmaq. Əgər müəllim imkan yaradırsa ki, şagirdlər məktəbin infrastrukturundan istifadə etsin. Məsəl üçün nə ola bilər? İdman meydançasından istifadə etsin və yaxud da ki, onları təcrübə otağına aparıb müəyyən, məsələn, kimya dərsində müəyyən təcrübələr, fizika dərsində müəyyən təcrübələrin keçirilməsini təmin edirsə və yaxud da texnologiya dərsində onlara müəyyən avadanlıqlardan istifadəyə imkan yaradırsa, təbii ki, dəzgahlardan istifadəyə imkan yaradırsa, demək ki, müəllim burada nə etmiş olur? Müəllim dəstəkləyici mühitin yaradılması prosesin təmin etmiş olur və eyni zamanda bayaq dediyim kimi sağlam mənəvi psixoloji mühit də o idi ki, şagirdləri baskı altında saxlamamaq, onları belə deyək, sıxmamaq, onlara təzyiq göstərməmək, yəni bunlar nəzərdə tutulur dəstəkləyici mühit dedikdə. Keçirik növbəti deməli tələbimizə. Bu da inklüzivlikdir. Bəli, inklüzivlik də nədir? Sağlamlıq imkanları məhdud sözü ilə yadda saxlayırıq. Yəni bu nədir? Sağlamlıq imkanları məhdud şagirdlərlə sağlam şagirdlərin eyni təhsilə yiyələnməsi, yəni onlar üçün eyni təlim şəraitinin yaradılması və təhsilin əlçatan olması, yəni bütün şagirdlər arasında fərq qoymamaq ki, məsəl üçün bunun hər hansı bir əqli, fiziki qüsuru var, digər şagird sağlamdır, onunla daha çox məşğul olun, bu digəri kənarda qalsın, sağlamlıq imkanı məhdud olan kənarda qalsın, yəni bu kimi imkanın yol verilməz olması deməkdir. Bütün şagirdlər üçün təhsilin əlçatan olması deməkdir, sağlamlıq imkanlarından asılı olmayaraq. Yəni, əlçatan odur ki, müəllimlər, yəni hər bir şagirdin ehtiyacı olduğu qədər əlçatan etmək. Yəni, bütün şagirdlər eyni deyil də. Məsələn, şagird var ki, daha çox müəllimə ehtiyacı var, daha çox müəllimdən nələrsə soruşmaq istəyir, öyrənmək istəyir. Amma elə şagird var ki, o qədər də müəllimdən soruşmadan özü də məsələn öhdəsindən gələ bilər. Əlçatan odur ki, yəni bütün şagirdlər üçün fərqi yoxdur, fiziki, psixi, intellektual xüsusiyyətlərinə fərqli olaraq, yəni fərqli olmayaraq daha doğrusu, onlara bütün təhsilin əlçatan olması, yəni bunlar üçün, yəni belə deyək, şagirdlər üçün əlçatan etmək, daha asan etmək, daha təhsili daha yaxın etmək, yəni müəllimin üzərinə düşür inklüzivlik mərhələsində, bəli. İnklüziyada ümumiyyətlə daxil etmə deməkdir. Yəni bütün şagirdlərin təhsilə daxil olması, daxil edilməsi deməkdir, təbii ki. Bu kimi yadımızda saxlayırıq.
Sonra qalır məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Məktəb əlaqələrinin, yəni məktəb valideyn əlaqələrinin tənzimlənməsi də o idi ki, bu da təhsil müəssisəsi ilə müəllim arasında əlaqənin yaradılması, bir bağın yaradılması. Yəni bilirik ki, təbii ki, valideynin rolunun məktəblə əlaqəsinin, yəni rolunun olması çox böyükdür. Müəllimlə əlaqədə olması çox böyükdür. Çünki əgər müəllim, şagird, valideyn üçbucağı var da, əgər valideyn olmasa, yəni bu üçbucağın bir hissəsi olmasa, təbii ki, orada tamlıq pozulacaq. Ona görə də yəni valideynin də məktəbdə rolu böyükdür. Ona görə də valideynin məktəblə əməkdaşlığını təmin etmək, yəni təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkil olunmasında, problemlərin arada qaldırılmasında müəllimin və şagirdin eyni zamanda valideynin də rolu əvəzsizdir.